Deməli, bugün uşaqlar sizinlə yerdə qalan HTML mövzusu ilə bağlı hər şeyi keçəcəyik, yerdə qalan hər şeyi. İzah edəcəm, bir dəfəmlik, onu da ev tapşırığı olaraq uşaqlar 13-cü bölmədə səhv etmirəmsə, 13-cü bölmədə olan bütün test tapşırıqlarını mən evə verəcəm. Düzdür, onlayn, əyani dərs vaxtı mən gələn dərsdə inşallah birinci gün bizim dərsimiz olacaq onlayn şəkildə də, bilirsiniz yəqin ki. Həmin ərəfədə bütün testləri müzakirə eləyəcəyik, bütün testləri. Tamam mı uşaqlar? İnşallah 3-cü gündə dərsə gələndə biz artıq sınaq işləyəcəyik. Tamam mı? Aydın oldu? Bəli. Gəlin onda birinci mən zaten bu günləri bütün hamısını keçəcəyim üçün istəyirəm birinci paragrafdan başlayayım, izahımı verim. Deməli, paragrafı izah eləmişəm, amma tam izah eləməmişdim. Yadımda qalıb ki, paragrafın hansı ki, orada left, right məsələsi var, onu eləmək. Align-dan. Deməli, mən bunu niyə açdım ki? Notepad, bizim saytımız burada qalmışdı. İnşallah yadınıza gəlsə, axırıncı dəfə biz bunu yazmışdıq. Siyahıları izah eləmişdim. Siyahılardakı 3 növ idi. Nizamlanmış siyahı, yəni nömrələnmiş. Ul, yəni ul olan işarələnmiş siyahıdır. Və yaxud da ki, bir dənə də vardı izahlı siyahı, izahatlı siyahı, description olan. Buna da deyəcək del, dt, dd ilə olanlardır. İndi mən bu hissəni siləcəm sizə. Buradan gəlirəm, silirəm all funksiyasını. Deməli, biz dedik ki, paragraf olur. Paragrafı biz P ilə izah eləmişdik. Yazı gəlirsə keçən dərsdə. Dedik ki, P o deməkdir ki, yeni sətirdə olan yazıları. Gəlin bir də internetdən biz Ecenilə açıram. Gəlin biz buradan internetdən bir məlumat tapaq. Tutaq ki, Azərbaycan haqqında məlumatdır. Azərbaycan haqqında biz Wikipediyadan götürürük. Elə bu hissəsini götürürəm, bura kopyalayıram. Ctrl-C eləyib, gəlin buraya yapışdırıram. Ctrl-V. Aha. Və burada uşaqlar tegim var. Bu tegim P-dir, paragraf deyəcəyik biz buna. Bu paragrafın mən siz hansı hissəsini bağlamaq istəyirəm. Tutaq ki, bura özünü cümləyə baxım görüm hansı hissəsidir. İstiqamətləndirir sözündən sonra paragraf qoymaq istəyirəm bura. Paragrafı burada qoyuram və bağlama tegi ilə. Təbii ki, biz paragrafı dedik, bağlama tegindən istifadə etmək lazımdır. Ctrl-S düyməsi vurdum. Uşaqlar, Ctrl-S-i vururam. Bir dənə düşüyə aşağı sayta daxil oluram. Deməli, bunu belə eləyək. Notepad-lə. Aha. Uşaqlar, ekran biraz balacalaşdıracağım mən özüm. Deməli, bu məqalə sözü paragraf formasında yazıldı. Yeni bir belə desək, abzas ayrıldı. P hərfini verməyi o deməkdir ki, bu 1918 hissəsi var ha. Və bu, o bir mətndən aralandı, xeyli aralandı. Paragrafı yaratdı. Biz paragrafın içində nə yaza bilərik? Align. Align, uşaqlar, align o deməkdir ki, istiqaməti necə eləyə bilərik? Biz Word-də necə, hansı istiqamətlərdə eləməyi keçmişdik? Sola düzləndirmə var idi, düzləndirmənin növləri. Sola var idi, hara vardı sonra? Mərkəzə, sağa, bir də ki, tam düzləndirmə vardı, yəni eninə. Yazıda gəlir uşaqlar bunlar. Deməli, biz gəlin lefti göstərək. Left ilə yazıram bura. Left. Left zaten susmaya görə bizim, belə desək, saytımız uşaqlar susmaya görə left formasındadır, yəni sola düzləndirmədir. Amma indi mən bunu right eləsəm, right. Ctrl-S düyməsi vururam, gəlin bura refresh edirəm. Fikir verin, paragrafda bu məqalə cümləsi artıq hansı tərəfə sürüşdürüldü? Sağa tərəf sürüşdürüldü.
Aydın oldu. Sağa tərəf sürüşdürdü. Bu olacaq, deməli, sağa düzəltmə. Right olacaq təbii ki, sağ. Var mərkəzə düzəltmə, yəni center. Ctrl S vururam, yəni burada refresh edirəm. Mərkəzdə düzəldir. Fikir versəz, mərkəzdə yazılır. Mərkəzdə. Bir də var justify, yəni ki, eninə və yaxud da ki, tam düzləndirmə deyirlər buna. Eninə və yaxud da tam düzləndirmə. Ctrl S vurdum yenə də. Gəlirəm bura. Burada fikir versəz, mətin bərabər şəkildə. Bunun biraz bu hissədə paragraf bağlanması var idi, bu paragraf bağlanmasını. Bunu götürürəm, ümumiyyətlə bütün mətnin axırına verirəm. Burada kobud şəkildə hiss olunsun deyə. Ctrl S düyməsi vururam. Gəlin baxın. Bax, burada artıq paragraf sözü fikir verirsiniz. Burada çıxıntılar olmadı. Ölkə sözü, şimal sözü hamısı dibə yapışdı saytın. Balacalaşdırsam da, böyütsəm də hamısı nədir? Dibdə yerləşdi. Dibə keçdi. Aydın oldu uşaqlar. Sualınız yoxdur buraya qədər. Ümid edirəm, nəsə sualınız olsa deyirsiniz mənə. İndi keçən səfər paragrafı izah eləmişdim. İndi gəlin uşaqlar, sizinlə mən cədvəl haqqında danışım. Cədvəl. Cədvəldən sonra da keçərik. Deməli, body H1. Gəldik indi bizim cədvəlimizə. Fontu bağlayıram. Cədvəli biz nə ilə izah edəcəyik? Cədvəl nə deməkdir? Cədvəli table. Table ingilis dilindən tərcümə edə bilirik də. Table cədvəl deməkdir. Zaten bunu Word mətn redaktorunda da rastlaşmışıq buna. Table sözünə. Table deməli açar tegi. Table açar sözü ilə yazılır və bu teglər arasında və bunun bağlanma tegi var. Bəzən elə suallar düşür ki, bunun hansının bağlanma tegi yoxdur. Məsələn, onlara diqqət yetirmək lazımdır. Bax, bağlanma tegi olmayan hırı idi, bırı idi. Yadınıza gəlir, izah eləmişdim. Hırı üfüqi xətt çəkir, bırı sındırma effekti verir. Yəni, qırır, aşağı düşürdür. O effekti verir. Onların, deməli, digərlərini də gələcək keçəcəyik. İndi birazdan bu günlər başa salacağım, hansıların bağlanma tegi yoxdur. Yəni, bunu biləsiniz. Amma table-da hal-hazırda bağlanma tegi var. Və bunu mən aşağı düşürdürəm. Table-ı aşağı düşürdüm. Table-da biz deməli birinci sətirlər olur. Sətirlər biz TR-in arasında qeyd edirik. Bunun da təbii ki, açma tegi varsa, eyni zamanda nəyə də var? Bağlanma tegi də var. Bu isə ümid edirəm sizə aydındır. Bu sətri ifadə edir, sətri. İndi yerdə qalanlar. Artıq mən sətir üzrə sütunları qeyd eləməliyəm. Necə edəcəm? Burada gəlirəm, yazıram bura, misal üçün, TD. TD içində yazım, TD. TD yazıram, burada yazıram ad və bağlama tegindən təbii ki, istifadə edirəm. TD-ni bağladım. Bir də yazıram, TD. Bunu uşaqlar belə kopyalayacağım indi. Ona görə hazır qoyun bura belə. Kopya edim, sonra da artıracağım. Kopya edim. TD. Ad, soyad. Məsələn. Sonra bir dənə də buraya yapışdıraq. Yazıq topladığı bal. Topladığı bal. Okey. Adı, soyadı, topladığı balı. Bu formada biz qeyd elədik. Bu isə sizə aydın oldu. İndi TD o deməkdir ki, sütunlar yaratdıq biz. İndi bir dənə də bu birinci sətir idi. TR ilə bir terin bağlanması və açılması və bağlanmasının arasında yazılanlar birinci sətrə aid olan sütunlar idi. Birinci sətrə aid olan sütunlar idi. İndi gəlin ikinci sətri yaradaq. İkinci sətri yaradaq. Yenə də yəni TR ilə açacağıq və TR-i bağlayacağıq. Aha, gəlin indi bunların arasında nə olmalıdır? Təbii ki, TD-lər. TD. Yazıram, TD-ni də yazmayacağım. Hazır məndə bəxtları var idi. TD-ni kopya eləmişdim. Yazıram, bura adı nədir? Məsələn, tutaq ki, yazıram Mehriban. Mehriban. Sonra düşürəm yenidən sətrə. Bura yazacağım. Tutaq ki, Mehribanın, biz baxırıq ki, bax, birinci nədir? Ad yazılıb da. Ona görə Mehriban yazdım.
Soyadı səhv etmirəmsə Zeynallısan, soyadın. Zeynallı. Aha. Bir dənə də TD yazırıq. Bəli, Zeynallı. Aha. Topladığım bal 270 olmuşdu da, düzdür? Bu oldu ikinci sətrin sütunları. 170. Birinci sütun oldu Mehriban, ikinci sütun oldu Zeynallı. Bu ikinci sətrin üçüncü sütunu da olacaq 270. Bir nəfər də yazaq TR-dən sonra. Yazıram bura belə bir şey. Oy, TR-i açaq təbii ki. Yazıram bura TR. Bu hissəsini də bağlayayım. TR-i bağlayıram. Bu olur üçüncü sətr. İndi bizim üçüncü sətrimiz var. Üçüncü sətirdə yazıram Nicat. Nicatın soyadı nə idi? Nicat, soyad. Məmmədov müəllim. Necə? Məmmədov. Məmmədov. O idi. Mən Azərbaycan transkripsiyasını özüm yazmıram, çünki ingiliscə bu böyük kiçik hərflərini yazmağa görə çevirmədim. Məmmədov neçə bal toplamışdı Nicat? Uşaqlar, Nicat neçə bal toplamışdı? Nicat getdi. Neçə? Onun səsin gəlmir. 150 deyirəm, mən 150. 150, tamam, gəldi. 150. Və burada bağladım. Bir dənə də şey yazıram. Təbii ki, burada artıq mən həsr edəcəm Onura. TR. Təbii ki, burada bağlanma teqindən istifadə edirəm. TR-i bağladım. Yeni bir yeni sətr oldu. Bir dənə də sətrə aid indi yazıram bura. TD-yə aid 1, 2, 3 dənə sütun yaratdım. Birincisində olacaq Onur. Onur soyadını zəhmət olmasa. Salmanlı. Salmanlı. Aha. Balınız? 140. 140? Bəli. Aha. Sən yazmamısan, amma ikinci turda möhkəm çalışasan. İkinci tur demir blokda. Mehriban da getdi. 2 nəfər niyə oldu? Başa düşmədim. Dəqiqə görüm, niyə birər? Balların demək istəmədilər də, qaçdılar, getdilər. Bir dəqiqə. Hə, qayıdırlar. Yəqin ki, internet problemləri yaşayıblar. Okey. Gəldi indi. Bunun notpadım. Aha. Yazdıq bunu, Ctrl+S düyməsini vururam. Gələn bura yeniləmə verirəm. Baxırıq ki, belə bir cədvəl yarandı. Amma bu cədvəlin qıraqları yoxdur. Belə baxsaq ad var, soyad var, topladığı bal var və adda Mehriban var, soyadda Zeynallı. Hamısı qeyd olunub qəşəng. Bir də bu cədvəlin kənarları yoxdur. Belə kənarları olmadığı halda biz məcburuq burada table hissəsində border komandasına istifadə edirik. Border sərhəd deməkdir, sərhəd. Table'ın içində, bax burada table'ın içində yazıram border. Çünki burada xətlər yaranmadı deyə sərhəd xətləri yaratmağa çalışırıq. Border məsələn bərabərdir 2 yazıram mən. Border bərabərdir 2. Ctrl+S verirəm, yeniləmə verdim. 2 versəz border 2 verdim və artıq burada nə oldu? Cədvələ salındı. 1 versək, Ctrl+S vursaq, baxın, biraz yüngülvari qalınlığı azaldı. Bəyəklər 2 qalın idi. Məsələn, tutaq ki, 5 versək burada, Ctrl+S kobud şəkildə göstərim, ən yaxşısı. Baxın, burada qalın şeydən getdi. 2 versəz qalındır. Amma bir daha münasib də elə bilirəm. Gəlin yeniləyək. Aha. İndi uşaqlar bir şey də var ki, ad soyad topladığı bal, bu cədvəli yaratmışam. Mən istəyirəm bu cədvəlin başlıq şey olsun da, sətri. Məsələn, ad soyad topladığı bal daha tünd rəngdə olsun, yəni başlıq olduğunu bildirsin. Belə bir imkan var. Biz normalda tünd olsun deyə B-dən istifadə edə bilərik. B-dən. Amma mən B-dən yox da table-a aid məxsusi xüsusi təqlər var ki, TH-dır. Yazıram bura TH. Bu TD-lər H-ya çevirəm. TH-ləri TH-a. Sırf birinci sətrin sütunları üçün.
sırf birinci sətr üçün edirik bunu uşaqlar. İkinci sətirdə olmaz, düzgün deyil. Yəni o cür yazılır, səhv sayılacaq. Baxın, ad soyad fikir verin, avtomatik ortaya keçdi və qalın yazıldı. Aydın oldu bu isə sizə? Ümid edirəm aydın oldu. Bu bizim oldu nəyimiz, cədvəlimiz. Bu arada mən indi topladığı bal sözündən sonra qəsdən belə bir şey eləyəcəm. Məsələn, mehribandan sonra bir dənə bura TD yazıram bura, TD. Zaten kopyada var idi. Hə, TD bir dənə boş bir tag yaratdım. Qəsdən belə eləyəcəm. İndi bir dənə fikir verək. Burada neçə dənə sütun yaratdım? 1, 2, 3, 4 dənə sütun yaratmışam. 4 dənə sütundur. İkinci sətirdə 4 dənə sütun yaratmışam da, düzdür? Ctrl-S verib yeniləyirəm. Görün, fikir verin, burada nə baş verdi? Burada bir dənə əlavə yer açıldı. Yer açıldı burada. Niyə? Bunun içində heç nə yazmadığım üçün, əslində qalsa bunun içində heç nə yazmadığım üçün içi yəni boş qalıb deyə ad göstərir. Uşaqlar, mən bir dənə tez dayandırım bunu, yoxsa bizi cəriməyə salacaq bu şey. Yığıram, atıram, link atıram sizə. Deməli, gözüm uşaq, onu da qoşuldu, əla. Deməli, burada o deməkdir ki, yeni bir sütun yarandı burada, ancaq hal-hazırda mən heç nə yazmadım. Məsələn, bir dənə AA yazsam burada, Ctrl-S vursam, Ctrl-S. Burada vursam Ctrl-S, yeniləmə versəm, baxın, AA gəlir bura. Fikir verdiniz, uşaqlar. Yəni, burada sütunları, sətirləri istədiyimiz formada biz artırıb azalda bilərik. Məsələn, burada 150, məsələn, Nicat Məmmədovda, Məmmədov hissəsini elə belə müvəqqət olaraq kəsib götürürəm. Hə, indi Ctrl-S vurub yeniləyirəm, görün nə baş verdi burada. 150 keçdi ikinciyə, Məmmədov sözünü keçdiyim üçün, bu hissə boş qaldı. Fikir verin. Demək, bu cədvəldə istədiyim kimi oynada bilirəm bu vəziyyəti. Aydın oldu? Hər şeyi artıq Ctrl-Z ilə geri qaytardım. İndi uşaqlar, gəlin Clospanla Rospanı izah edeyim sizə. Clospan, Rospan nədir? Onu burada biz qeyd edəcəyik table hissəsində. Sütunla sətirləri birləşdirmək. Onun üçün istifadə olunur, sütun və sətirləri. Necə? Məsələn, sütunları mən birləşdirmək istəyirəmsə, Clospandan istifadə edəcəm. Deməli, sütundan sətri harada istifadə edəcəm? Tutaq ki, burada yazaq sətirləri birləşdireyim. Gəlin, əvvəlcə sətirləri birləşdirək. Rospan yazıram. Rospan. Rospan bərabərdir. Tutaq ki, 2 dənə sətri birləşdirmək istəyirəm. Bura 2 yazdım. TH. Deməli, 2 dənə sətri birləşdirəcək. Ad soyadı, uşaqlar, yazmayacağım. Bunun əvəzində bir siz dinləyəcəm. Buranı silirəm. Addan sonra virgül qoyuram. Bura soyad yazıram. 2 dənə elə bir sətri mən birləşdirirəm. 2 dənə Rospanda 2 dənə sütun üzr istəyirəm. Mən Clospan. Sütunu birləşdirirəm. Ctrl-S elədim və gəlirəm bura, refresh edirəm. Ad, soyad birləşdi, topladığı bal birləşdi. Dayan, ad, soyad, niyə belə alınmadı ki? Ad, soyad, Clospan 2, Clospan bərabərdir ki. Niyə alınmadı ki bu? Fikirləşməyim, niyə? Rospan ilə hədəfdə gözləyin. Rospan, Ctrl-S, yeniləmə verim. Nasıl şeydə səhv elədim. Table border. TL hissəsini deyim bəlkə. Bir dənə gözün uşaqlar. Ola bilsin yazdığım mövqe düzgün deyil. Burada eləyim. Ctrl-V. TR-in içində elədim. Ctrl-S eləyirəm. Gəlirəm bura. Niyə birləşmir ki? Rospan 2-ni bəlkə dırnaq içində yazım. Bəlkə gözün uşaqlar. Bəzən. Ctrl-S.
İki dənə şeyi birləşdirirəmsə, iki dənəsini dəqiqə Ctrl S, iki dənə sütundur da. Tır. Bu niyə getmədi ki? Niyə vermədi? Mənə o maraqlı qaldı. Bunun iki dənə sütunu birləşdirmək üçün istifadə olunur əslində qalsa Cospanla. Fikirləşirəm. Rosbanda iki dənə sətri birləşdirmək üçün. Gəlin bir dənə Rospanı eləməyə çalışaq. Burada Rospan üçün verək. Görüm niyə belə alındı. Rospan 2 verdik, düzdür. Burada da TH-ı bağlayıram. TH-ı. TH. Gəlirəm bura. O günlər uşağı izah eləyəndə alındı. Bu niyə indi alınmadı? Mən bilmədim. Ola bir ki, nəysə səhv edirəm. Aha, burada qeydə aldıq. Soyadı böyük yazaq. Sonra. Aha. İndi gəl Rospan 2 yazdıq. Rospan 2. Bunu hansı ilə birləşdirəcəm? Dırnağı da silək. Burada da dırnağı silək. 2 dənə sütun. Ctrl S. Gözləyin uşaqlar. Ctrl X. Ter hissəsində yazıram. Burası terdə. Ctrl S. Nəyə görə birləşdirmir? Bu mənim maraqlı gəldi. Rospanda. Uşaqlar, bir dənə gözləyin, zəhmət olmasın. Biz baxaq bir dənə internetdə. Ola bilsin mən nəysəni burada qaçırdıram, yanlış eləyirəm. Rospan. W3 qula girirəm. HTML. Rospan. Bunu yazanda TH-ın içində yazdı, bax. Aha. TH-ın fərqi nədir ki, mən də elə yazdım da. TH-ın içində Cospan verdim. Ana, TH-ın içində verdim. Mən bəxları TR-in içində də ver. Ayda. Hə, uşaqlar, mən səhvim table-dan TR-lə əlləşməyim idi. TH-da verməliydim bunu. 2 verin. Kopya edirəm. TH. Okey. Gəldik təzədən bura. Burada indi mən bəxlar burada bunu sileyim. Bax, burada verməliydim. Ctrl V. İndi ad, soyad, vergül, soyad yazıram. Soyad. Bu hissəni silirəm. Ctrl S. Gəlirəm bura. Bəli, adla soyad birləşdi. Mənim deməli TH-ın içində yazmağım lazım imiş. Aydın oldu uşaqlar burada. Cospan üçün. Eyni zamanda Rospan üçün də TH-ın içində yazmaq lazımdır. O zaman necə eləyəcəyik? Gəlin baxaq. Baxın, məsələn, Rospanda sətirlər birləşir də, düzdür? Mən burada gəlirəm. Nicatla tutaq ki, Onuru adını vergüllərlə yazacağam. Nicatla Onuru. Bunun üçün gələcəm TD-dən sonra. Burada yazacağam Rospan. Rospan yazdım. Burada Nicatdan sonra bir dənə vergül qoyuram. Onur yazıram. Tamam mı? Gəlirəm bu tərəfdə bunu silirəm. Ctrl S, gəlirəm bura. Bəli, Nicatla Onur burada birləşdi. Fikir verdiniz uşaqlar. Burada mən Rospanda fikir versəz, Rospanda 2 yazdığım üçün Rospanda o deməkdir ki, 2 dənə sətri birləşdirir. Sətr deməkdir axı, düzdür? Mən Nicatı aşağıdakı sətrlə birləşdirməliyəm. O da gəlir, düşür. Burada mən bəxtları Nicat yazmışdım axı. Onunla bir yerdə düşür. Mən Nicatla Onuru burada birləşdirdim. Aydın oldu. Aha. Gəlin indi uşaqlar sizə
şəkillər haqqında danışaq. Şəkillər nədir? Şəkillər necə istifadə etmək lazımdır? Sualınız olsa buna aid uşaqlar verərsiniz. Mən çünki indi silmək fikrim var. Sualınız yoxdursa mən keçim. Uşaqlar, yaxşı yadıma düşdü. Mən sizə keçən səfər biz nəyə unutmuşam deməyi. Strong və M haqqında. Əsası keçən biz bunu keçmişik. Yazı gəlsə mən yazıram B, məsələn, burada taglərdən istifadə edirdim. Məsələn, yazıram bura ki, yazıram bura məsələn də info. Bir dənə də bura belə bir şey yazacağam. Brickdən istifadə edəcəm. Qırmaq istəyirəm çünki brick. Bura aşağıda düşürəm, yazıram. Strong. Strong. Burada info yazacağam. Info. Bunun da içində strong'u bağladım. İndi deyə bilərsiniz mənimlə strong nədir? Əslində strong da B ilə eyni bir mövqedədir. Fikir verirsiniz strong. Baxın, eyni mövqedədir. İkisi də qalın yazılır. İkisi də. Sadəcə, yəni ikisi də eyni mənaya verir də. Yəni bu sual düşsə, harda düşsə yazıca salın. B ilə strong deməli eyni mənadadır. Bir də var M. M ilə I. I, bax buraya yazıram I. Burada yazıram M. M. Ctrl S düyməsini vururam. Baxın, fikir verin, ikisi də nədir? Maili yazdı. Deməli, I ilə də M eyni mövqedədir. İkisi də neyir? Maili yazmaq üçün istifadə olunur. Bu yadımdan çıxmışsa, birdən yadıma düşdü. Sonra, gəlin indi sizinlə qrafik təsvirlər haqqında danışaq. Qrafik təsvirlər. Deməli, qrafik təsvirlər bu tag o taglərdəndir ki, bunun bağlanan tagi yoxdur. Image, yəni image bilsidə şəkil deməkdir. Sırıcı, belə yazılır və şəklin sırıcı source deməkdir, mənbə. Amma bu söz qısa yazılır uşaqlar. Bəzən mətnlərdə düşür ki, bunlardan hansı şəkil teginə məxsusdur. Şəkil teginin içində image yazılır, sonra da source yazılır, yəni source. Source mənbə deməkdir, düzdür? Amma burada qısaltma formasında yazılır. Siz də çalışın, qısaltmasını düzgün şəkildə qeyd edin. İndi mən burada onun ünvanını dırnaq içərisində yazacağam. Bir şəkil istəyirəm, çağırın. Deməli, internetdən bir dənə şəkil yükləyək. Gəlin elə internetdən. Hayda, buraya yüklədim. İnternetdən bir dənə şəkil yükləməyə çalışacağım. Məsələn, book yazıram bura. Bir şəkil yükləyəcək internetdən. Gəlin bu şəkli götürək. Save image as verirəm. Şəkli yadda saxlayıram. Rəboçi stola atıram. Bunun adı OIP-dir. Bunu 1-2 yazıram. 1-2 yoxlu ya da belə yazaq da book yazaq elə. Book. Book qoydum adını. JPEG faylıdır. Bunu yadımızda saxlayaq. Okey. Mən indi yüklədim telefon, kompüterimə. Deməli, həmin şəkil faylı bax bura gəldi, şəkil. İndi bunun sağ düyməsini açıram, sağ düyməsini. Linkləri sizə izahləmişdim uşaqlar, bir də onu mənə deyin. Uşaqlar, linkləri izahləmişəm sizə. Xeyr, mənimlə linklər qalıb. Aha, tamam, yadıma düşdü. Yaxşı. İndi bax, burada failin yolunu mən qeyd elədim bura. Qovluğunu kopya elədim. Bizi sağ düyməni vurmaqla, sağ düyməni üstünə vurdum. Bu failin yerləşdiyi qovluğu tapmaq üçün mən indi Windows 11 deyə belə çox menü yarandı da. Svojstva və yaxud da ki, Properties komandasıdır. Ekran böyüdüm mən. Bir dənə baxın. Baxın, svojstva və yaxud da ki, Properties ən axırıncı olur adətən. Bunun üzərinə kliklədim. Və burada yeni bir pəncərə açıldı. Pəncərənin içində, baxın, bunun qovluğunun yolu var. Və bunun üzərinə kliklədim. Gəldik bura. Mən Ctrl-V-ni yapışdırdım bura. Bizim indi təzədən açaq buranı. Qaydaq idrak etsəyimsə.
Gəlin baxaq indi. Mən indi burada qovluğumun yolunu göstərdim. Amma yolunu göstərdim. Mən şəklin özü hələ tam hazır deyil. Bunun üçün növbəti olaraq yazıram. İndi faylimin adını book.jpeg idi də uşaqlar. Bəxla yükləyəndə adına fikir verdim. Adını da özüm qoydum. Ctrl-S düyməsini vururam və yeniləyirəm. Şəklim niyə belə eroziya uğradı? Onu fikirləşməyə çalışıram. Eroziya olmayan bir şəkil üçün belə göstərir normalda. Desktop. Ay, hadi yox, düz göstərmişəm. Düz göstərmişəm də, niyə bunu göstərir ki belə? Desktop. Book. Baxaq görə kitabın adını nə qoymuşdum ki mən bura book. Gəlin baxaq belə adına. Bəlkə mən səhv bildim. JPG-ymiş uşaqlar. Fikir verin. Mən JPG yazmışam. JPG olduğu üçün elə yaxşı oldu belə səhv verdi. Belə xətalı yarandı vəziyyət. Çünki mən adını bilmədən səhv yazmışam da. Ona görə də bu belə bir formada atıldı şəkil. İndi adını düzgün şəkildə yazmağa çalışacağım. JPG olsun. Ctrl-S verirəm. Gəlin buraya yeniləmə verirəm. Bəli. Bizim şəklimiz açıldı. İndi uşaqlar, mənim şəklim, bax, məsələn, fikir verirsiniz burada, belə bir söz yazacağım, alt, bir dənə buraya yazıram, alt bərabərdir, buraya yazıram tırnaq içərisində book, uşaqlar, indi Ctrl-X-i vursam da, burada yeniləmə yazıram, burada heç nə, o söz görsənmədi, bax, Ctrl-S vurdum, burada, gələn burada yeniləmə verirəm, o söz görsənmədi, book sözü görsənmədi. Səbəb odur ki, uşaqlar, book sözünün görsənməmənin səbəbi, mən şəklim əgər eroziya, yəni problemli olarsa, o zaman book görsənəcək. İndi bəyəxlə mən fikir verirsə, qrafik faylimda şəkil qırıq kimi göstərdi şəkli. İndi gəlin, mən yenə də onu qırıq olsun deyə E hərfini burada əlavə edirəm, sağ tərəfdə. Ctrl-X vururam və yenilənmə verirəm. Fikir verin, bunun adına uşaqlar necə gəldi? Bax, şəkli yenə qırıq verdi. Bu səfər amma yanında book sözü yazıldı. Yəni, bu şəklə izah vermək üçün altdan bir kömək eləyir də bizə. İzah kimi verir ki, bu nə şəklidir? Kömək eləyir bizə. Aydın oldu? İndi gəlin bir dənə bu şəklin orijinal olaraq hansı ölçüdə olduğuna nəzər yetirək. Mən Ctrl-S verirəm, yenidən qayıdıram bura, yeniləmə verirəm. Burada miqyası reset edirəm. Hal-hazırda mənim şəklim bax bu formadadır. Görünüşü susmaya görə 100% ölçüsündədir bu. Mənim kitabım, bax belə, yəni kitab şəklim belə görsənir. Mən indi bunun ölçüsünü dəyişmək istəyirəm. Məsələn, daha kiçik və yaxud da daha böyük eləyə bilərəm. Necə eləyə bilərəm? Bunun üçün xüsusi funksiyalar var, teglər var. Hansı ki, bunlar teg deyildir, hansısa atributlardır bunlar. Bilirsiniz də, uşaqlar, teglərin içində yazılan əlavələr, onlar atributlar adlanacaq. Deməli, atributlardan biri widthdir. V-I-D-K-H. Width. Bərabər. Bu, enini hesablayan bir piksellərdir. Məsələn, yazıram bunun içində 300. Bir dənə də enini yazdım, uzunluğunu yazmaq üçün height yazırıq, H-E-I-T-H-T, height bərabərdir. Bunu da yazıram, məsələn, mən şəkli biraz enəldəcəm, 400. Gəlin Ctrl-S vuraq, bura gələk, bizim Edge proqramımıza yeniləmə verirəm, fikir verin, nə baş verdi? Bunun ölçüsünü dəyişdirməyə çalışdı. Aydın oldu? Height uzunluğudur. Width isə enidir. Mən uzunluğunu çoxaltdım, amma enini 300 verdim. İndi gəlin bunun hər məsələmdə uzunluğunu biraz da dartsam, 600 versəm, Ctrl-S versəm, gəlin baxaq, burada yeniləmə versəm, fikir verin uzunluğunu biraz da artırdı. Enini artırmaq istəsəm, məsələn, enini bura 300-lü 400 eləsəm, Ctrl-S versəm, gəlin yeniləmə verirəm, burada da belə. Bu isə ümid edirəm sizə aydın oldu. Aydın oldu ümid edirəm. Nəsə sualınız olsa mənə mütləq deyin. Yaxşı. Şəkillə əslində qalsa deyəcəklərim bu qədərdir. Amma şəkillə bağlı linklərdə də biraz yüngülvari danışacağam.
İndi mən sizə danışmaq istəyirəm linklər haqqında. Linklər necə istifadə olunur? Deyək ki, inşallah bir dəqiqə. Deməli, linklər necə istifadə olunur? Gəlin bu haqda baxaq. Linklər ümumiyyətlə uşaqlar, biz bunu bilin ki, şəkillərin bağlanma tagi yoxdur. Bunu biləsiniz. Bu bir dənəli taglərdir. Biz dedik ki, deməli hırı bir dənəli tagdir. Məsələn, img özü də image, yəni bir dənəli tagdir. P yox, üzr istəyirəm, hırı, bırı və bunlar bir dənəli taglərdir. Əslində tək taglilər çoxdur. Sadəcə bizim bu proqram çərçivəsində keçəcəklərimiz elə bunlardır da, belə deyək. İndi gəlin, mən sizə linklər haqqında danışım. Linkləri A hərfi ilə göstərirlər. A hərf və bunun açılma tagi olduğu üçün bağlanma tagi də var bunun bu arada. Deməli, açılma tagi də var, bağlanma tagi var. Məsələn, buraya yazıram YouTube. YouTube yazmayayım, bir dənə. Süni intellekt sayt yazıram, ChatGPT, bunun adına belə yazıram, ChatGPT yazdım, A hərfi nədir? Burada mən linkimin qoymalıyam, A hərfi bərabərdir. Özü bunun içində yazılan, ümumiyyətlə fikir versəz, faylın yolu, qovluğun yolu, ümumiyyətlə şəkillərin yolu, bunlar hamısı dırnaq içərisində yazılır. Deməli, A hərfi yazdıq. İndi gəlirəm bura sayta, bir dənə ChatGPT-yə daxil olma. Yəni gəlin w3school.com-u yazaq. HTML-ə aid olan elə. Yəni gəlin belə yazaq. HTML. İlk saytı açılan bu. Belə yazaq. Ctrl-C elədim, kopyaladım uşaqlar. Kopyaladım. Bunun adına ChatGPT yox da, bura yazıram HTML öyrən yazıram. Öyrən. Bunun indi linkini, bax burada Ctrl-V düyməsi ilə yerləşdirdim uşaqlar. Baxın, Ctrl-V düyməsinə yerləşdirdim. Saytın özü, bax bu qarışıq gəldi. HTTPS. Uşaqlar, HTTPS ilə gəldi. Neynədir? Bütün qovluğun yolunu tam olaraq şəkildə yazdım bura. İndi bunu Ctrl-S verirəm. Gəlin bura. Ctrl-S verdim. Gəlirəm bu idrak liseyi sözünün üstünə yeniləmə verirəm. Nə oldu burada? HTML öyrən sözü nə oldu? Link formasına. Baxın, mənim siçanımın forması hal-hazırda bir oxdur. Gəlirəm HTML öyrən sözünün üstünə, fikir versəz əl şəklinə çevrilir. Mən bu sözün üstünə vursam, nə oldu? Uşaqlar, sayta daxil oldu. Aydın oldu, ümid edirəm sizə. Və mən bunu geriyə düyməsini vursam, nə olacaq? Mənim istifadə olunan, deməli, sənədim geriyə qayıtdı və sənədin üstünə. Sonra başqa nə deyəcəm? Biz bəzən sual düşə bilir ki, şəkli link kimi istifadə etmək olarmı? Bəli, olar. Şəkli link kimi, baxın, fikir verin indi mən bura. Bax, HTML öyrən sözü yazdım da, düzdür? Sözün əvəzinə mən, bax, sözün əvəzinə şəkil qoyacam. Image yazıram bura. Image. Yəni, bunu biraz yeni sətirdən yazacaq, qaçışmasın burada, aləm bazarı çevrilməsin. Image yazdım. Image'in yanında sırıcı yazıram, düzdür? Bərabərdir dırnaq içərisində. O, iki qoşa dırnaq yazıram. Və içində bir şəklimi istəyirəm qoymaq. Şəkildəki, tutaq ki, W3 school-unun özünə məxsus şəkli var internetdə. Gəlin elə bunu W3 qoyaq. W3 school. Şəklin yazdım. Şəkli çıxsana image. Baxın, belə bir şəkil götürürəm buradan. Save image as vururam. Save image as. Şəkli yükləyirəm. Bunun adını qısa olsun deyə, W3 boş qoydum. Rабочий stolda W3 qoydum. Özü bunun şəklin tipi PNG-dir. Gəldi indi. Gəlin baxaq görək mənim şəklim hara getdi, düşdü. Bəli, gəldi bura şəklim. W3 school burada gəldi. Gəlirəm bu faylımın üzərində sağ düyməsini vururam. Sağ düyməni. Təbii ki, burada
əlavə parametrləri açıram. Svojstva, yəni properties düyməsinə vururam. Qovluğun yolunu, failin yolunu qeyd edirəm. Və bu failin də tipi PNG-dir. Buna da mütləq şəkildə fikir verirəm. W3-ü də adını qeyd edəcəm mən artıq burada. İndi gəlirəm. Deməli, yenidən qayıdıram. Linkimi atıram bura. Sonra da yenidən belə bir işarəmi qoyuram. Yazıram W3 nöqtə PNG. Ctrl-S düyməsini vururam. Ctrl-S. Gəlirəm, indi bu idrak liseyi biz başlığında bir şey yaratmışıq. Bunları da silək. Biz bunu yeniləmə veririk. Nə oldu? Çox böyük şəkil oldu deyəsən. Hədsiz dərəcə böyük şəkildir uşaqlar. Keyfiyyətli şəkil olduğuna görədir. Baxın uşaqlar, çox keyfiyyətlidir. Ona görə də mən bunu minimallaşdırmışam. Hətta 25%-ə kimi yenə də böyümür. Gəlin bunu. Mən bunun ölçüsünü balacalaşdırım. Necə eləyək bunun ölçüsünü balacalaşdırma? Demişdik də sizinlə. Ekranda burada böyüdürəm. Bu şəklin yanında yazıram width bərabərdir 100 vergül yazma ehtiyac yoxdur. Height kvadrat formasında edəcəm. Bərabərdir 100. Balacalaşdırıram ekranı. Ctrl-S edirəm. Gəlirəm Microsoft Edge-imə. Yeniləmə verirəm. Desən çox balaca elədim. Neylədim mən bunu? Yoxa çıxdı. Ayda çox şey oldu. Yəni şəkil nəsə eroziyaya getdi, uğradı. Bunu da dırnaq içərisində yazmamışam. Buna görədir. Burada uşaqlar, okey. Burada mən dırnağı bilməmişəm. Şəklin yolunu, dırnağını bu vəziyyətə düşürmüşəm. İndi gəldik bura, yeniləmə veririk. Bəli, avtomatik, indi uşaqlar burada yeniləmə, reset verirəm. Susmaya görə, yəni bunun uzunluğunu artıq verdim. Uşaqlar, deməli nə oldu burada mətnim oldu, əslində linkim oldu şəkil formasında. Baxın, sistemin kursorunun üstünə gətirirəm. Baxın, əl şəklinə düşür. Aydın oldu. Baxın, əl şəklinə düşür. Vurdum üstünə, sayta girdi, geri qayıdıram. Bu isə sizə aydın olar, ümid edirəm. Çətinlik yoxdur. Xeyr. Yaxşı. Deməli, uşaqlar, bir də belə bir şey də olmalıdır. Səhv etməmişəm, bir dənə görüm yadıma sala biləcəm. Mən istəyirəm bu linki başqa bir vərəqdə açsın, üstündə açmasın da. Yəni, bax, məsələn, linkin üstünə vururam, elə üstündə açır da. Mən istəyirəm yeni bir tab vərəqə açsın. Bunun üçün blankdan istifadə olunur. Ola bilər, biraz qarışdıram. Deməli, burada belə bir şey yazacağım. Əks işarəsi blank, belə olmalıdır. Blank. Yəni, bir dənə bunu yoxlayım. Ctrl-S vururam. Blank, bu deyilsən, style idi, nə idi? Bunun nə yazırdıq? Bax, onu unutmuşam, blankı. Gəlin, Ctrl-S verdim, yadda saxlayaq. Bunu yeniləmə verirəm. Linkin üstünə tıklayanda açmadı, yox. Gəlin, onu mən elə bu linkin üstünə vurum. Burada axtarış yerində blank sözünü yazıram. Blank. Blank vermədi. HTML-də. Niyə blank yoxdur ki? Ctrl find verim. Blank yazdım. Bir dənə tapdı. Burada yazdığım üçün tapdı ona. Blank sözü yoxdur. Dən gözüm uşaqlar. Blank. Belə yazaq. Altdan xət. Blank in HTML var. Bəs bayaqlar bizə niyə vermədi ki buna? Target. Tagin içində. Target. Targetlə ayda. Targetlə bəli istifadə olunur. Burada bizim istifadə edəcəyimiz, bax, burada qəşəng qeyd olunurdu. Target blank, o demək yeni bir vərəqdədir. Self uşaqlar, elə həmin susmaya görə zaten self formasındadır. Yəni cari yerdə açılır, olduğun yerdə. Olduğun yerdə açmaqdır.
Downloadda faylın yüklənməsini təmin edir, amma burada download yoxdur. Nəcəbsə. Bu parentdir, topdur, frame name'dir. Bunlar istifadə olunmur. Bu zaten sizə düşməyəcək. Baxın, this is default sözü, bax, self hissəsində göstərilib. Zaten bu onun üçün istifadə olunur. Gəldi yeni bura. Mən bəyəxləri harda açdım, buna geriyə qayıdıram. Target sözündən istifadə edəcəm. Blank target bərabərdir. Dırnaq içərisində blank. Ctrl-S verirəm və yeniləmə verirəm. Və linkin üstünə tıklayanda fikir verirsiniz, idrak listeyi olduğu kimi burada qaldı. Yeni bir vərəqdə açdı. Aydın oldu uşaqlar. Aha. Sonra gəldi uşaqlar, belə desək, vaxtımız əslində qalsa 10 dəqiqə göstərir, amma bağlamayacağım. Zaten dərsimizi bitiririk. Mən bir dənə gəlim bura, görüm burada nəyi dərsi danışmamışam, bunlar danışım. Deməli, fragmenti gözləyin. Rəng sxemi, onu keçən dərsdə uşaqlar izah eləmişəm rəng sxemlərini. Qrafik faylları yerləşdirməsi, yəni image source-dur. İstinadlardan istifadə, linkdir. Uşaqlar, bu arada linklərin 3 forması da var. A-link, V-link, linklər. Adi linklər, link yazılır. A-link aktiv linkə deyilir, aktiv. V-link isə baxılmış olanlara deyilir, baxılmış ki, yəni ki, artıq mən baxmışam, üstünə tıklamışam, ona da deyəcək V-link. Yəni, bunu yadınızda saxlayın. Sonra onlardan da rənglərini falanlarını verirsən. Sonra burada gəldik, burada izah eləmişəm hamısını. Ümumiləşdirmə tapşırıqları. Ondan sonra da mövzu yoxdur. Uşaqlar, mövzu ilə bağlı nəsə əlavələriniz, suallarınız varmı? Bir iki dənəsinə Xeyr, baxa mənim. bilərik ümumi olaraq. Sual olaraq. Bəli, hansını istəyirsiniz, gəlin baxaq. Məsələn, ümumiləşdirici, əslində ümumiləşdirmə çox asandır. Mən heç ümumiləşdirməyə məsləhət görmərəm baxmaq. Yenə də baxın da deyim. Hansını istəyirsiniz, baxaq. Özünüz seçin. Açın kitabınızı. Kitabınız yanınızdadır. Mənim yanımdadır. Zəhmət olmasa az kitabına. Bir-ikisinə baxaq, sonra da qayıdacaq. 12.1-dən demə, çünki 12.1-i evdə vermişəm. Sən 12.2, 3, nə bilim, onlara deyə bilərsən. 12 deyirəm, 13.1, 13.2. 13.2-də bir dənə 6-ya baxaq da. Səhifəni deyə zəhmət olmasa. Özlüyüm. Bir dənə su içib gəlirəm. Yaxşı. 13.2 dedi. 13.3'tü. 13.2, 6 dedi uşaqlar. Qulaq asırsınız, siz dinləyirsiniz. Bəli, deyəsən 6 demişlər. Bəli. 6 buradadır. Çox asan sual verdi ki, bu laf. Bu 6 ilə 7-ni bəlkə bir görüb yəqin Onur. Onur, bunu bugün dərsində izah elədim. 6-cı sualı... 7-ni deyirəm, bəlmə 7-ni deyirəm. Hə, 7-ni, okey. 7-yə baxaq. Gəl oxuyaq. Elə 7-ni özün oxu. Mən izahlarım, hər oxuduqda dayan, mən sənə izahlarımı verim. Doğru mülahisələr deyir, tapın. Aha, buyur. Deyir ki, cədvəl haqqında doğru mülahisələr müəyyən edin. Cədvəldəki ayrıcı üfüqi xətlərin qalınlığı border atributu vasitəsilə verilir. Bəli, cədvəldə biz bayaqları göstərdik. Deməli, table yazdıq, göstərdi, amma xətləri göstərməmişdi. Yazıda gəlsə 2 dəfə göstərəndə. Sonra xətləri göstərmək üçün borderdən istifadə edir. Border bərabər məsələn 1, 2, 3 daha da qalın edir sərhədləri. Bu sərhəd düzdür bu. Sonra
Sonra deyək ki, HTML dilində cədvəlin sətirlərinin tr/tagi ilə təyin olunur. Bəli, teqlərinə. Tr biz dedik ki, sətirləri bildirir. TD isə sütunları bildirir. Bunları yadınızda saxlayın. TD sütun, TR isə sətir. TH isə nəyi bildirəcək uşaqlar? TH başlıq sətri. Aydın oldu? Aha. Sonra Deyək ki, table taginin təyin edilən allied atributu cədvəlin özünə nə deyir? Üfüqi istiqamətə düzləndirir. aha, mən paraqrafı keçəndə izah elədim bayaqları ki, P-nin içində biz sola, sağa, o mərkəzə düzləndirmə, bir də N ilə, yəni tam düzləndirmə apara bilərik. Align-də bax onunla yazılır. Align bərabərdir, məsələn, left, right və yaxud da ki, justify və yaxud da center. Düzdür bu da. TR və ya TD taglərini təyin edilən allied atributu cədvəldəki verilən üfüqi istiqamətə düzləndirir. Aha, align atributu cədvəldəki verilənlər üfüqi istiqamətə. Yəni üfüqi şəkildə yazılır. Bəli, belə də olmalıdır, düzdür. Burada hamısı deyəsən. Ondan sonra cədvəl və ya onun bir hissəsinin arxa fon rəngi BG color atributu ilə təyin edilir. Hə, mən onu keçən dərsdə izah eləmişəm. Yəni lap birinci dəfə HTML-i keçəndə atmışam linkini, baxarsınız ona istəsəniz. Biz arxa fonu dediyi BG colordir, amma arxa fon şəkli isə background yazılır. Background. Aydın oldu? BG color, arxa fon. Bunu harda təyin edirik biz? Deyin görüm elə kim deyər? Hansında təyin edirik? Fontun içində. Aydın oldu? Bəli. Yaxşı. Başqa sualınız var? Hamısı düz oldu da. Bəli, burada nəsə hamısı düz gəldi. Cavabda da Allied gəlir. hamısı üfüqi istiqaməti düzləndirir. Table tagində allied o da düzdür, üfüqi istiqaməti düzləndirir. Bir də HTML dilində cədvəl sətirlər tr/tr tag ilə təyin olunur. Bu da düzdür. Border də düzdür, BG color da düzdür. Arxa fon rəngini. Yəni burada baxanda zaten 2 3 4 məsələn səhv olsa axı bir düzdür axı, məsələn B-yə baxaq. B-də biləm diqqətli ol. B-də bir məsələn deyək ki, doğru mülasirələri. Onda belə çıxır ki, bir səhvdir. Bax məsələn bir səhv deyil axı, düppədüzdür. Bir düzdür, mən də onu deyirəm. Hə. Hamısı Sonra, düzdür. bəli, burada hamısı düzdür də. 2-ni götürməyib, 2-də tr tagi ilə təqib. Axı sətirlər trdir, bu düzgündür. 1 4 5-i götürəndə də 2 ilə 3 yalan çıxardır. Axı bunlar da düzdür axı. Deməli cavab elə A bəndidir. Hamısı düzgün cavab. Bəli. Yaxşı, sonra hansını istəyirsiniz? Birinə də baxaq, sonra da dərsimi sağollaşaq sizinlə. Bəlkə sağollaşaq deyəsən yoxdur sual. Mənim var, bir dənə gözüm baxım bir dənə. Hə, yaxşı. Onur hələ axtarışdadır. Bir suala baxaq, ondan sonra sağollaşarıq sizinlə. Hansını istəsə birini versin, yoxdur. Sətirlər şeylə, TR ilə təyin olunurdu da. Bəli, TR, sütunlar da T-dir. TH və yaxud da. Hə, nəysə, mənim sualım yoxdur da. Sualınız Bir yoxdur dənə da. 23-ə baxa bilərik məsələn. Bu 23-ə indiki bu ekranda qoydum. Bəli. Qorxutdu səni. Əslində çox asandır. Yaxşı, gəlin baxaq. 23 göstərilən HTML səhifəsini yaratmaq üçün HTML kodunda sual 1, sual 2 və sual 3-ün yerinə uyğun olaraq hansı taglər yazılmalıdır? Burada da variantlar sual 1-in, sual 2-in, sual 3-ün yerinə yazılır. Gəlin baxaq birinci sual 1-ə. Sual 1-də o anar əhədli yazılıb başlıqlı hissəsində, headin içində. Headin içində biz bilirik ki, headin içində title ola bilər. Title nədir? Yuxarıda başlıq hissəsinə verilir. Yəni anar əhədli.
Bu sadəcə başlıqda. Elə də böyük olmayan hissədir. Anar əhəzi çox, məndə çox keyfiyyətsiz görsənir. Ümid edirəm sizdə yaxşıdır. Anar əhəzi yazılıbdır. Baxın, bu title olmalıdır birinci. Baxırıq variantlara title olan. Deməli, A-dır, C-dir, bir də B-dir. D-dən, Y-dən getdik. Yəni, birinci sual 1 title-dır. Sual 2-yə baxırıq. İndi border bərabərdir 1. Sonra biz borderi harada istifadə edə bilərik? Baxın, TR-lər var burada. TR, TD. Deməli, o deməkdir ki, burada nə var? Table var. Sual 2 olacaq table. Title table. Baxırıq, B ilə C-yə uyğun gəlir. Ancaq B ilə C-yə. İndi baxırıq burada. Dəstək adı, bölmə və sinif sözü tünd qara yazılıbdır, özü ortadan yazılıb. Deməli, TH-dan istifadə olunubdur. Gəlin, baxaq. Sual 3-də də deməli, nədən istifadə olunub? TH-dan. TD-dən yox, TH-dan. Çünki tünd qara rəngdə yazılıbdır. Deməli, nə olacaq cavab burada?